Göndərdiyim adamlar mənə xəbər verdilər ki, sənin dikdiyin bayraqlar Qarabağda dalğalanır. Çox sevindim ki, bunu ermənilər də görürlər. Kənd cəmiyyətindən yemək də göndəriblər bizə. O yediyimiz yeməklərin dadı da heç nəyə dəyişmərik. Həmin günlərdən biri idi, bizə bir korobka gəldi. İçi məktub dolu idi. 27 sentyabr 2020-ci il. Həmin vaxt 7-dən 77-yə hər kəs həm ön cəbhədə, həm də arxa cəbhədə öz dəstəyini əsirgəmədi. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı azad eləmək üçün dayanmadan, inamla irəlilədi. Xalqımıza qələbə sevincini yaşadan igid oğullar arasında Vətən müharibəsi qaziləri Polad Rzayev və İqbal Səfərov da var. Azərbaycan Silahlı Qüvvələrinin mənsubu olaraq xüsusi NATO qüvvələrdə həyat yolu keçmiş bir sıravi bir döyüşçü olaraq Azərbaycan ordusu bizi həmin günlər üçün yetişdirirdi. Sentyabr ayının 27-sindən Kəlbəcərdən başlayan fəaliyyətim Qubadlı rayonunda mənim üçün sona çatdı. 2 minaya düşdüm. Daha sonraki ikinci partlayış məni dərənin dibinə atdı. Məni oradan çıxartdılar. Çıxartmamışdan qabaq dedi ki, şanslısan. Dedi, başından 20 sm oyanda tel var. 20 kilo trotilə bağlı. Protezlərlə təmin olunduqdan sonra ayağa qalxdım. Dağlar mənim oymaq olundu. Elə oldu ki, ermənilərin içərisində qalası oldum. Artıq anlağımı itirməyə başlayırdım. Günlərlə yorğunluq, günlərin susuzluğu. Dayandırdığım qrup bizim xüsusiyyətlər idi. Mənim kim olduğumu soruşdular. Mən də onlara təqdim elədim ki, mən Azərbaycan zabitiyəm, bəs itkin düşmüşəm. Qumarlarını çəkmişdim, əlimdə idi. Onlara dedim ki, bəs mən sizə yaxınlaşıram, amma ki, yəni birdən bizimki olmasaz hamımız bir də partlayacağıq. Daxili qoşunların xüsusiyyətçisi var idi, Eşat, o qrupların içərisində idi. Mən o sadəcə hiss elədi ki, mən qumarlarını buraxacam. O anlatdı, mənim əlimi sıxdı, qayıtdı ki, komandir buraxma, bizik. Bizi də partladasın, buraxma, təhlükəsiz yerdəsin, bizimləsən. O torpaqlar həm bu günlərim Azərbaycan ordusunda xidmət edib, şücaət göstərmiş, şərəflə xidmət edən döyüşçülərin sayəsində, eyni zamanda da o torpağa qanları axıdan şəhidlərin sayəsində qayıdıb. Biz həmin anda onların yasını deyil, qisasını almağa çalışırıq. 3-cü sinif şagirdi bir qız məktubu çıxdı qabağımıza. İçində yazılan sözlər bizə olan inancı, güvənci ifadə eləyirdi. Müharibədə psixolojik, mən deyərəm ki, psixologiya silahdan daha çox üstündür. Düşməndən bizim fərqimiz çox idi. Biz düşmən öz əsgərini döyüşdə qoyub qaçırdı. Məhz bu qəhrəman oğulların və Ali Baş Komandanın düzgün strategiyası nəticəsində şəhidlərimizin qanı yerdə qalmadı. Bu qələbə Azərbaycan xalqının tarixi, mədəni və milli kimliyinin ən bariz sübutu oldu. Artıq 5 ildir ki, başımız ucadan da ucadır.